Cəmi 60 saniyədə travma psixologiyası. Sən düşünürsən ki, artıq keçmişi arxada qoyub və bugünü yaşayırsan, güya hər şey qaydasındadır. Amma əslində sən hələ də köhnə bir ssenarini təkrarlayırsan. Bunu necə başa düşmək olar? Əgər sənə keçmişi xatırladan insanlarla qarşılaşanda güclü emosiyalar hiss edirsənsə, məsələn, qəzəb, qorxu, narahatlıq və bu reaksiyalar həddindən artıqdırsa, deməli, travman hələ də daxilində canlıdır. Bəzən adi sözlər, ifadələr, mövzular belə səni narahat edir. Çünki onlar köhnə yarana toxunur. 2014-cü ilin tədqiqatları göstərir ki, travma təkcə zehnində yox, bədənin yaddaşında da yaşayır. Sən bəlkə də elə düşünürsən ki, onu çoxdan keçmisən, amma əslində sadəcə o ağrının yanından sükutla ötüb keçməyi öyrənmisən. Travma isə hələ də oradadır və sənə nəzarət edir. Hər dəfə situasiyaya uyğun olmayan qədər sərt reaksiya verəndə bu indinin yox, keçmişin ssenarisidir. Məsələn, başqasının səni tənqid etməsi səni qəzəbləndirirsə, bu dəyərsizlik travmasının əlamətidir. İnsanlara inanmamaq bir vaxtlar yaşadığın xəyanət qorxusundan gəlir. Mübahisə zamanı donub qalmaq və susmaq sənin sözünü eşitməyən insanlarla bağlı keçmiş ağrının davamıdır. 1992-ci ilin travma nəzəriyyəsi isə deyir ki, insanlar şuuraltı şəkildə köhnə travmalarını təkrar yaşayırlar. Çünki psixika keçmişdə düzəldə bilmədiyini indi dırnaqarası düzəltmək istəyir. Amma nəticədə yenidən eyni dövrəyə düşür, eyni təkrarlarla qarşılaşır. Şərhlərdə paylaş, sən öz travmaların üzərində işləyibsənmi?